Hər birinizi xoş gördük. Bugün sizə 2019-cu il Dövlət İmtahan Mərkəzinin abituriyent şurasında yer alan model sualları təqdim edirəm. Bilirik ki, model suallar həmin il qəbula düşəcək sualların ən çətin versiyası əslində hesab olunur. Model sualları bilməkdə ümumiyyətlə fayda var, çətinlik səviyyəsinə görə və yaxud da ki, model tiplərinə görə və s. Birinci sualda bizə deyir ki, yalnız söz birləşməsindən ibarət cümlədir. Söz birləşməsindən ibarət deyirsə, bizim üçün açar söz burada söz birləşməsidir. Bunu nəzərdə saxlamaq lazımdır. Qonşumuz Azərbaycanın milli qəhrəmanıdır. Azərbaycanın milli qəhrəmanı burada ismi xəbər funksiyasında iştirak edir və üçüncü növ isim birləşmədir. Kim Azərbaycanın milli qəhrəmanıdır? Qonşumuz. Bunu çıxdaş edirik, çünki tək söz birləşməsindən, yalnız söz birləşməsindən ibarət deyil cümlə. Düzdür, söz birləşməsi var, amma bizə yalnız söz birləşməsindən ibarət deyil. Əslində, burada bir olan variantları çıxdaş edə bilərik. Sizin əsərləri həvəslə oxuyanlardanam. Oxuyanlardanam, burada fikir verdirsə, əgər ən feili sifət şəkilçisi var. Feili sifət şəkilçisi işlənibsə, əsas tərəfdə burada bir tərkib yaradıbdır. Həvəslə oxuyan, sizin əsərləri oxuyana aiddir. Hamısı bir yerdə olacaq. Deməli, hamısı bir yerdə olacaqdır. Söz birləşməsi, yəni feili sifət tərkibi olacaq. Bilirik ki, burada söz birləşməsində yer gəlmişən həm ismi, həm də ki, feili birləşmələr nəzərə alınır. Sərbəst söz birləşmələrindən əslində burada söhbət gedir. Üçüncü fikrə cümləyə baxaq. Qarabağ komandasının ən çılğın azarkeşlərindəndir. Komandasının azarkeşləri. Burada bir üçüncü növ yaranıbdır. Qarabağ komandası isə ikinci növ isim birləşmədir. Bunlar bir-birindən ayrılmazlar. Hamısı bir yerdə təhlillə gedir və isim birləşmə olur və ismi xəbər kimi də hamısı xəbər funksiyasındadır. Üçü də götürdük burada. Cavabımız əslində çıxdı, E variantıdır. 4-ü də təhlil eləyək. Ətraf mühiti qorumaq lazımdır. Lazımdır. Nə lazımdır? Ətraf mühiti qorumaq. Burada gördüyünüz kimi söz birləşməsi var. Amma ki, əlavə olaraq sözlə ifadə olunan ismi xəbər funksiyasında işlənən lazımdır sözü də var. Cavabımız olacaq birinci testdə 2-3 E variantı. İkinci testdə deyir ki, asanlıqla inatkarlıq sözlərinin səs və hərf tərkibi ilə bağlı düzgün fikirləri bizdən burada istəyir, müəyyənləşdirin deyir. İlk öncə mütləq şəkildə fonetik təhlil zamanı tələffüz önəmlidir. Çünki sait və samit səslərin xüsusiyyətlərini, təsnifatını, hamısını biz tələffüzün üzərindən görürük. Birinci tələffüz variantını yazırıq. Asanlıqla da tələffüz variantını yazmayacağım. Hansı səslər dəyişilir, artım olur, onları yazacağım. Asanlıqla L keçir, nə olur? Q, X-ya keçir, L, N-ya keçir. Əlavə olaraq bir dənə N artırılır. Ona görə ki, lalə, nan, nən kimi tələffüz olunur. İnatkarlıq sözündə isə D, T-ya keçir, inatkarlıq, L, R-ya keçir, Q isə sonda X-ya keçəcəkdir. Birinci fikirdən başlayaq. Hər ikisində səs və hərf uyğunsuzluğu eyni saydadır deyir. Yəni, bu o demək istəyir ki, deyilişlə yazılış arasındakı fərqləri deyil. Əslində, eyni saydadır. Uyğunsuzluq bunu nəzərdə tutur. Əslində, eyni sayda deyil. Birincidə 4 dənə fərq var. İkinci sözdə inatkarlıq sözündə isə 3 dənə fərq var. Özünüz görürsünüz zaten burada. Birinci deməli səhvdir. Birləri biz B ilə eyni çıxdaş edə bilərik. İkincidə hər ikisi samitlə bitir. Yenə dediyim kimi biz sait və samitlərin üzərindən tələffüzə baxaraq N ilə bitibdir tələffüzdə, X ilə bitibdir tələffüzdə, 2 düzdür. 2 olmayan variantlarda çıxdaş eləyəndə zaten cavabımız alınır. Yəni B, C ilə D-ni çıxdaş eləyəndə. Yenə də biz baxırıq. 3. Hər ikisində samitlərin sayı eynidir. S 1, 2, 3, 4, 5, 6 bir dənə də səs artımı olubdur. 6 birinci sözdə 6 samit. 1, 2, 3, 4, 5, 6. 6 da burada. Deməli 3 də düzgündür. İkisində də eyni samitin yanaşı işlənməsi var. Bəli, var. Asanlıq N-nı işlənibdir, yan-yana qoşa samit olaraq işlənibdir. Burada isə R işlənibdir, tələffüzdə qoşa samit olaraq
işlənibdir. Deməli 4-ü də mən götürdüm. 5-ə baxırıq. İkisində də eyni sayda kar samiti var. Baxa bilərik. S kardır. X kardır. Burada 2 dənədir. S idi. Bir də X idi. Burada 2 dənədir. Burada isə T'dir, K-dir və X-dir. 3 dənədir burada. 5 səhvdir. Gəldik, deməli burada cavabımız olacaqdır 2, 3, 4 A variantı. Gəldik 3-cü testimizə. Hansı cümlədə deyil, mübtəda çıxarılsa, ismin təsirli halında olan söz adlı halda da düşünülə bilər. Ümumiyyətlə bu test necə testdir, hansı tip testlərdəndir? Elə sözlər var ki, onlar dilimizdə 2 cür təhlil olunurlar. Uçurdu, uçurdu, keçirdi, keçirdi, qopardı, qopardı, çıxardı, çıxardı və s. Bu tipli kimi sözlər var ki, onlar 2 cür təhlilə deyirlər. Əslində o yanaşma ilə bu testi tərtib edib, test tərtibçisi. Birinci cümlədə deyir ki, biz yaxınlaşanda qardaşım oğlu Adil eyvandan bir cüt göyərçin uçurdu. Fikir verək buradan. Birinci Adildir burada mübtəda. Birinci baxaq görə, bax göyərçin uçurdu olanda, əgər cümlədə mübtəda yəni varsa, olacaqsa, burada ur leksikdir. Bax uçurdu deyirəmsə, vurğunu sona salıram. Vurğunu sola salıramsa, buradakı du şuhudi keçmiş zaman şəkilçisidir. Burada şuhudi keçmiş zaman olundan sonra ur artıq burada leksik şəkilçi olacaqdır. Mən burada Adil sözünü silsəm, biz yaxınlaşanda qardaşım oğlu eyvandan bir cüt göyərçin uçurdu. Yenə də qardaşım oğlu mübtəda olaraq qalır burada. Yenə də göyərçin sözü burada təsirli hal olaraq qalacaq. Yəni burada adlı hala keçmə məsələsi yoxdur. Amma bu söz dediyim kimi 2 cür təhlil oluna bilir. Amma ki burada mübtəda var deyə artıq göyərçin, göyərçini. Yəni biz formal olaraq bunu artırırıq da burada əlbəttə ki bu i şəkilçisini qeyri-müəyyən təsirli halda olur. Hər iki variantda da. Biri biz götürə bilmirik ona görədir. Usta küləkli havada qayadan xeyli daş qopardı. Bax qopardı sözü də eyni tipli sözlərdəndir. Qopardı, qopardı. Bax qopardı kim? Usta. Birinci mübtəda xəbər tapdım. Çünki bizə mübtəda çıxarılsa deyir. Yenə baxırıq, mübtəda varsa, qop sözün köküdür, ar leksikdir, d şuhudi keçmişdir. Qopardı. Yəni vurğunu fikir verirsəm, sonda deyilir, biz deyirik. Yəni vurğunu salırıq biz tələffüzdə. D-nın üzərinə, yəni hecə olaraq d-nın üzərinə salırıq. Əgər d-nın üzərindədirsə vurğu, artıq orada ar leksik şəkilçi olacaq. Ar birisi ki, qopdan qopar, feildən feil düzəldən şəkilçi, leksik şəkilçi kimi də işlənir. Burada usta sözünü çıxdaş eləsəm, yəni çıxarsam cümlədən, cümlə bu cür olacaqdır. Küləkli havada qayadan xeyli daş qopardı. Bax, fikir verirsiniz. Qopardı desəm, ardı. Vurğunu hara saldım? Arın üzərinə. Arın üzərinə saldımsa buradakı idi hissəci idi artıq. Hissəci vurğu qəbul etmir axı. Ər burada da qeyri-qəti gələcək zamandadır. Yəni daş özü qopardı öz-özünə. Artıq onda olacaq. Bax, ustanı silməmişdən qabaq bu təsirli yaldaydı. Ustanı çıxmamışdan qabaq cümlədən. Ustanı artıq çıxandan sonra buradakı daş olacaqdı adlı halda. Adlıq halda olacaq. Yaxşı. Çünki burada artıq budur. Deməli, tələffüzdə budur gedir. Küləkli havada qayadan xeyli daş qopardı. Fikir verdiniz də vurğu hardadır. Arın üzərinə sarımsa artıq burada daş deməli mübtəda vəzifəsində çıxış eləyəcək. Yəni adlı hallı söz kimi çıxış eləyəcək əlbəttə ki. İkini götürə bilirəm. İkini götürdüm. Gəldim 3-ə. Rəhim il boyu bazarlarda tərəvəz satar. Bu satardı sözü bir cür təhlil olunan sözdür zaten burada. Satardı ya əslində bu cür olacaqdı. Satardı. Yəni bu kimi olmur da. Uçurdu, qopardı. Sonra yəni çıxardı, keçirdi. Bu tipli sözlərin sırasında deyil. Ona görə də heç 3-ə baxmağa dəyməz. Sırf olaraq o gedişatla gediblər testin üzərində. Taxılı biçmək üçün sədr səhnəyə onlarla işçi çıxardı. Baxın, çıxardı da eyni sözdür. Kim çıxarıbdı? Sədr çıxarıbdı. Mübtədamız və xəbərimiz. Çıxardı deyirəmsə, d-nın üzərinə salıram. Mən burada vurğunu, ar burada leksik şəkilçi olacaqdır. Mən buradan sədr sözünü çıxarsam, cümlə bu cür olacaqdır. Deməli, taxıl biçmək üçün sahəyə onlarla işçi çıxardı.
İçdi çıxardı. Bu cür olacaqdı. Çıxardı. Çıx sözün köküdür. Ar burada vurğunu gördünüz də, ara salım çıxardı. Deyirəm ki, taxılı bitmək üçün sahəyə onlarla işçi çıxardı desəm, arın üzərinə salanda artıq burada vurğunu, çünki onu tələb eləyir cümlənin intonasiyası, artıq burada olacaqdı işçi adlı halda. Amma cümlədə mübtəda olanda, bu cür olanda işçini çıxardı olur. Yəni qeyri-müəyyən təsiri yalda olur. Mən burada sədr sözünü, mübtədanı, yəni çıxanda artıq cümlə intonasiyası bu cür olur. Deyirəm ki, taxıl bitmək üçün sahəyə onlarla işçi çıxardı. Çıxardı deyirəm, vurğunu bura saramsa bu idi burada hissəcikdir. Ar isə burada qeyri-qəti gələcək zaman şəkilçisidir. Fikir verin, işçi sözü artıq burada mübtəda vəzifəsində iştirak elədi. 4-ü də götürə bilərəm, 2-4. Qoca fırtınalı günlərdə də sahil qayalıqlarında balıq tuturdu. Tuturdu da eyni satırdı sözü kimidir. Yəni tuturdu və satırdı bir cür təhlil olunan sözlərdir. Cavabımız olacaqdır burada. Deməli 2 və 4 olacaqdır. 2 və 4. Sonra deməli Cabbar vağzala 4-cü sualda deyir ki, Cabbar vağzala gəldi, dostunu burada görəndə, Cabbar vağzala gəldi, burada vergül var, intonasiya ilə, həm də ki xəbər var orada. Dostunu burada görəndə. Bax, sən böyük hərflə başlayırsa, deməli burada bir vasitəsiz tamamlıq başlayır. Diqqətli olmaq lazımdır burada. Vasitəsiz tamamlıq başlayır. Burada qoşa nöqtə qoydum. Bura qədər müəllifin sözüdür. Cabbar vağzala gəldi. Bunu mən deyirəm və yaxud da siz deyirsiniz, siz oxuyursunuzsa müəllifsiz. Dostunu burada görəndə. Dırnağı açdıq. Sən məni də vergül, atanı da vergül, bacını da görmədən gedəcəksənmi? Sual mi ədatında gördük, sual intonasiyasında gördük. Dırnağı bağlayıram. Dedi, nöqtə. Bu cür olacaq. Tabi burada vergül tire olmur da. Çünki burada vasitəsizlikli cümlə sual cümləsi ilə bitibdir ya, artıq burada vergüldən istifadə olunmur. Deməli, cümlə bu cür olur. Burada indi biz baxırıq ki, hansı rəqəmlərin yerində olan durğu işarələri bilavasitə vasitəsiz nitqlə bağlı. Yəni burada nə deyir? Demək istəyir ki, vasitəsiz nitqə aid olan durğu işarələrini seçin. Sizə burada qalır ki, durğu işarələrini yerinə qoymaq, yerinə otuzdurmaq və o durğu işarələri hansı vasitəsiz nitqə aiddir, seçmək. Yaxşımı? Buradakı gəldi sözündəki, müəllifin sözündəki bir aid deyil. Bunu çıxdaş elədim. 2 aiddirmi? Aiddir. Çünki müəllifin sözündən sonra gəlir və vasitəsiz nitqə aiddir. 2-ni mən götürdüm. Sonra 3 növbədə gəlir. Dırnaq açılıbdır. 3-ü də götürdüm. Sonra məni də, atanı da, 4-5 olmaz. Nəyə görə olmaz? Burada həmcinslik var. Həmcinslik var və sadalanma var. Buradakı vergüllər başqa məqsəddən işlənibdir, başqa məqsədə xidmət edir. O məqsəd ki, bunlar həmcinsliyi burada bildirir, intonasiyanı bildirir yəni. Sonra gəldik 6-ya baxırıq. 6 sual işarəsi. Sual işarəsi əslində sadəcə olaraq vasitəsiz cümlənin sual tərzində verilməsi. Sual işarəsinin bura aidiyyatı yoxdur. Dırnaq, 7 dırnaqdır. 7-nin aidiyyatı var. 8 tiredi mütləq şəkildə var. 2, 3, 7, 8, 9-a baxırıq. 9 nöqtədir. Cümlənin sonunda qalıb. Müəllifin sözündən dedidən sonra qoyulub. Onun bizə aidiyyatı yoxdur. 2, 3, 7, 8 cavabımız olur C variantı. Gəldik 5-ci testimizə. 5-ci testdə deyir ki, sözün izahına uyğun fikir yoxdur. Hansı sözün izahına uyğun fikir yoxdur? Boynuna almaq. Boynuna almaq, etiraf etmək. Bir sözü etiraf etmək. Üstörtülü danışmaq, işarə vurmaq. Bir şeyə eyham vurmaq. Eyham işarədir, eyham vurmaq işarədir. Bir məsələ haqqında danışsan, üstörtülü danışsan, yəni eyham vurursan falan şeyə. B burada eyham vurmaq. Sirlərlə dolu anlaşılmaz, əsrarəngiz. Sirli, əsrarəngiz C variantı.
Abidənin özülü postamentdir. Bu postament bilirsin nədir? Bu büstlər falan və yaxud da heykəllərin oturduğu sütunlara o postament hesab olunur. D variantı gələcək 4-ü izah eləyir. Etiqad hər hansısa bir dinə və yaxud da ideologiyaya inanmaqdan söhbət gedir. Etiqad inanmdan söhbət gedir. Etiqadın açıqlaması əslində budur. Sonra gəldi uşaqlar 6-cı testimizə. 6-da deyir ki, cümlələrin birində əsas hissəsinə görə amonim olan iki söz var və diqqətli olmaq lazımdır. Və burada əsas hissəsinə görə deyil. Əsas hissəsinə görə deyirsə, burada leksik amonimlik nəzərdə tutulur. Qrammatik amonimlik yox. Qrammatik amonimlik yəqin ki bilirik nədir. Çayda çimən uşaqlar bəzən təhlükəli hərəkətlər edirdilər. Çay sözü var burada. Bizim bildiyimiz amonimdir bu. Çay içməli çay və yaxud da ki Araz Kür çayları çimən uşaqlar bəzən təhlükəli hərəkət etməkdə bir söz hesab olunur. Burada bir dənədir. Bunu çıxdaş elədim. Mənə 2 dənə deyil. İndi ətrafda yazın ilıq nəfəsi duyulurdu. Burada uşaqlar yaz sözü var. Bir dənə söz gördüm mən burada. Yaz sözü həm fəsil olaraq, həm də yazmaq feili olaraq amonim kimi işlənə bilir. Bir dənə var. Çıxdaş elədim. Arabir külək əsdədə hava isti idi. Hava sözü var burada. Hava sözü bir oyun havası, bir də doğmuş havadan söhbət gedir. Bu bir amonim kimi işlənə bilir. Bir dənədir burada. Küçənin aşağı hissəsindəki arxın suyu həyətlərə istiqamət almışdı. Burada görmürəm mən arxın suyu həyətlərə istiqamət almışdı. Görmədim burada. Al sözü ola bilər burada. İstiqamət almaqda al sözü ola bilər. Burada bir söz hesab edir. İstiqamət almaq əslində bir yerdə gedir deyə artıq heç bunu ala baxmağa da dəyməz. Amma al sözü amonim olur. Bunu da çıxdaş eləyirik. Lalə yelləndəkdə oturub göyə səpələnmiş ulduzları sayırdı. Burada göy sözünü mən gördüm və saymaq sözünü mən gördüm. Göy sözü, göy səma və göy rəng olaraq amonimdir. Say sözü isə termin say nitq hissəsi və saymaq feili olaraq amonim kimi götürülür. Variantımız E variantı. 7-yə baxırıq uşaqlar. Xitabın müəyyənləşdirilməsi baxımından cümlələrdən biri fərqli düşünülə bilər. Bu nə deməkdir? Yəni elə olur ki, bu tip testlərdə əsasən nəyin üzərindən salırlar? Həmcins və xitabın ayrılması, bir yerdə işlənməsi ayrıla bilirmi? İkisi kimi də işlənə bilərmi? Onun üzərindən salırlar həmişə deməli bu cür xitabdan salanda bu cür testləri. Test modellərini bu cür salırlar. Yəni həmcins üzv və yaxud da xitab baxımından. Baxırıq A variantına. A-da deyir ki, Azər, Səbinə, Gülzar uşaqlıqdan dostluq edirlər. Və dostluq edirlər kim Gülzar, kim Səbinə, kim Azər. Burada həmcins söz kimi işləndi. Bir də deyirəm ki, Azər, Səbinə və Gülzar uşaqlıqdan dostluq edirlər. Azər həm də burada nə oldu? Xitab kimi işlənə bildi. Deməli, burada həm həmcins sözün bir hissəsi, bir həmcins söz kimi işlənə bildi, bir də xitab kimi işlənə bildi. Bunu saxlayırıq, digərlərində baxmarıq. Çünki biz Cavad, burada cəsarət və hünər kiçik hərflə yazılıbsa, Cavad sözü 100% burada xüsusi isimdir və xitabdır. Çünki əslində cəsarət və hünər adı var, yeri gəlmişkən xüsusi isimlər var. Yəni mən bildiyim, tanıdığım adamlar da var. Hünər və cəsarət kiçik hərflə yazılıblarsa, uşaqlar burada artıq ümumi isimdirlər. Artıq burada Cavadın bunlarla həmcinsliyindən söhbət gedə bilməz. Mən ancaq deyə bilərəm ki, burada Cavad, cəsarət və hünər mübarizə meydanındadır. Ancaq xitab kimi işlədə bilərəm burada. Xitab kimi işlədə bilərəm. C-yə baxıram. Fərhad, Nilufər və Sevincin burada hər ikisi işlənibdir. Hər ikisi işlənibsə əgər burada Nilufərlə Sevinci nəzərdə tutubdur. Fərhad sözü burada olacaq. Yalnız nə? Xitab kimi iştirak edəcəkdir. Xitab kimi. Deyirəm Fərhad, Nilufər və Sevincin hər ikisi üçün hədiyyə almışam. Bax, hər ikisi deyirsə artıq burada Nilufər və Sevinci nəzərdə tutur həmcins söz olaraq. Fərhad isə yalnız burada xitab kimi müəyyənləşir.
D variantına baxaq. Sabir, dostluğumuz, qardaşlığımız əbəddir. Burada 100%, yəni qeyd şərtsiz burada bunu birbaşa xitab götürürük biz. İntonasiyanı da gördük zaten burada. E variantına baxırıq. Cabir, Nurunu, Rəşidi də bu məclisə dəvət etməz. Bax, burada fikir verin. Cabir, Nurunu və Rəşidi də bu məclisə dəvət etməlisən. Burada Cabir sözü yalnız xitab olacaq. Niyə? Çünki əgər burada həmcinslik olsaydı, Nuru sözün üzərindəki buna ehtiyac yox idi əslində. Bu Nuruya ehtiyac yox idi. Çünki həmcinslik olanda Rəşidi sözündəki i saxlanılanda bəs eləyir. Yaxşı, Cabir, Nuru, Rəşidi bu məclisə dəvət etməlisən. Yəni, bu cür olsaydı, problem yox idi. Amma ki, burada nunu saxlayıbdır. Saxlayıbsa əgər, deməli, Cabir sözü burada yalnız xitab kimi düşünülə bilər. Yazdım bura xitab kimi. Cabir, Nurunu və Rəşidi bu məclisə dəvət etməlisən. Bu cür olacaqdır. Deməli, fikir verdinizsə əgər B, C, D, E yalnız bu variantlar xitab kimidir. A variantında isə Azər sözü fərqli düşünülə bilir. Yəni, xitabın müəyyənləşdirməsi baxımından həm də həmcins üzv olaraq götürülə bilər. 8-ci testə gəldik. Hansı nümunədə tabesi mürəkkəb cümlənin hər iki tərəfi müxtəsər, şəxsiz cümlədir? Uşaqlar, müxtəsər deyəndə baş üzvlərdən yalnız söhbət gedir. Baş üzvlərdən söhbət gedə bilər ancaq. Baxaq 8-ci testimizə. Deyir, hər yerdə sellofon parçalarına rast gəlinir. Rast gəlinir nəyə? Sellofon parçalarına ikinci növ. Burada bir tamamlıq var. Heç cümlə axıra qədər oxumağına dəymir. A variantı getdi. İş işdən keçmişdi. Burada bir yerdə tərkib olaraq nəzərə alınmalıdır. İmza atılmışdı. Nəyə? Sənədlərə. Sənədləri gördüm. Çıxdaş elədim. Çünki mənə yalnız baş üzvü lazımdır. Sellofon parçalarına, nə bilim, sənədlərə bunlar artıq ikinci dərəcəli üzvdür. Tamamlıq hesab olunurlar. C variantına baxıram. Ehtiyatı əldən verdi. Ehtiyatı əldən vermək bir yerdə birləşmə. Onun haqqında kəskin qərar çıxarıldı. Çıxarıldı nə qərar? Necə qərar? Kəskin. Kim haqqında? Onun haqqında. Yəqin ki, təyin və tamamlığı burada görə bildik. C variantında çıxdaş elədim. Bizə lazımdır baş üzvlər. İşin ən qızğın vaxtı idi. İşin qızğın vaxtı bir yerdə götürüləcək xəbər. Ancaq Samirin gözlərindən yuxu tökülürdü. Samirin gözlərindən yuxu tökülürdü. Gözlərindən yuxu tökülmək frazeoloji birləşmədir. Samirin gözləri üçüncü növ isim birləşmədir. Hamısı bir yerdə xəbərdir. Yəqin ki, aydın oldu, ancaq xəbərdən ibarətdir. Yəni, müxtəsər, şəxsiz, həm də şəxsiz cümlələr deyir gəlmişəm. Samirin gözlərindən yuxu tökülürdü. Burada üçüncü şəxsin təkindədir. İşin ən qızğın vaxtı idi. Şəxsiz cümlə hesab olundu. E variantına cavabımız olacaq D variantı. E variantına baxıram. Gecidir. Gülçöhrənin xəbərdir. Burada şəxsizdir, düzdür. Gülçöhrənin üzündə bir narazılıq var idi. Nə? Narazılıq, nə də Gülçöhrənin üzündə. Zaten burada bizim mübtədamız var. Yəqin ki, testi başa düşdük. D variantı olacaq burada. Gəldik şöyle 9-cu testə gəldik. 9-cu testdə bu cürdür. İndi məni düşündürən əlbəttə Vahidin dünən məclisə gec gəlməsi idi. Vahidin dünən məclisə gec gəlməsi. Bu xəbərdir. Hamısı bir yerdə xəbər. Nə Vahidin dünən məclisə gec gəlməsi idi. İndi məni düşündürən. Baxın, çolar. Deyir ki, hansı sözlər çıxarırsa cümlənin sintaktik sxemi dəyişməz. Əgər dəyişməz deyirsə, siz burada zaten təhlil eləyəndə tərkibdir. Mübtəda xəbərdən ibarətdir, tərkibdir. Yəni, mən mübtədanı və xəbəri saxlamalıyam, dəyişməliyəm və sözləri çıxartmalıyam. Burada əsas hissədə olan sözləri saxlaya bilərsiniz. Asıl hissədə nə işarələnib və yaxud da nə cümlə üzvü olmur, onu çıxartmaq olar. Birdən başlayıram. Biri mən çıxarda bilərəm. Niyə? Çünki indi burada çıxsa bu cür olacaq. Məni düşündürən Vahidin dünən məclisə gec gəlməsi idi. Burada bir dəyişiklik olmaz. Yenə də mübtəda xəbər olacaq. Çünki düşündürəni mən əsas tərəfi saxladım. Gəldim düşündürənə. Çıxarda bilmərəm. Niyə? Çünki bu əsas tərəfdir.
Əsas tərəfi çıxarsam, struktur dəyişiləcəkdir. Vahidin dünən məclisə gec gəlməsi idi. Məni düşündürən heç orada uyğun gəlməyəcək üçündür. Ona görə də 2-ni saxlayıram, çıxarda bilmərəm. 3 zaten çıxmalıdır. Buradan ara sözdür, bu modal sözdür bizə lazım deyil. Vahidin dünən məclisə. Bu 3 sözdə deməli nömrələnibdir. Burada gəlməsi sözü əsas tərəfdir. Buna dəymək olmaz. Vahidin gəlməsi, dünən gəlməsi, məclisə gəlməsi və s. Vahidin sözünü çıxarda bilərəm. Bu cür olacaq. Dünən məclisə gec gəlməsi. Xəbərdir, bəli, götürülə bilər. Sonra 5-cini də çıxarda bilərəm. Məclisə gec gəlməsi. Bunu da çıxarda bilərəm. 6-cını da çıxarda bilərəm. Gec gəlməsi. Yenə də xəbər olur. Baxın, çıxardandan sonra bir dənə cümləni yazın, baxaq. Yazıram ki, çıxardıqlarımı yazıram da, çıxardıqlarımdan əlavə yazıram cümləni. Yazıram ki, məni düşündürən vergül gec gəlməsi idi. Gec gəlməsi idi. Burada olacaq gec gəlməsi idi, bir yerdə məsdər tərkibi xəbər. Nə gec gəlməsi idi, məni düşündürən. Bu da olacaq feil sifət tərkibi mübtəda. Qorudum mu? Qorudum. 1, 3, 4, 5, 6-nı çıxdaş eləyə bilərəm. Belə variantımız C variantı. Gəldik A variantına, daha doğrusu 10-cu suala. 10-cu sualda deyir ki, klasteri tamamlayın. Elə Zaur da bilirdi ki, tamaşadan sonra ciddi müzakirə olacaq cümləsində altından xətt çəkilmiş sözlərin hər üçü müxtəlif köməkçi nitq hissələrinə aiddir. Baxaq. Elə ədatdır. Ki vergül qoyulub. Bağlayıcıdır. Sonra qoşmadır. Nəyə görə sonra qoşmadır? Dan çıxışlı xaldan sonra gəlib də zaman məzmununu qoşmadır. Baxırıq. 1. Amonim kimi işlənə bilir. Gəlin birinciyə baxaq. Elə amonimdirmi? Bəli. Elə həm ədat kimi, həm də əvəzlik kimi iştirak edə bilər. Yəni, burada qrammatik amonikdən əlbəttə bir söhbət gedir də. Eləni nəzərdə tutdum ki, amonimdirmi? Bəli. Ki həm bağlayıcı kimi, həm də ədat kimi işlənə bilir. Götürdüm. Sonra burada qoşmadır. Amonimdirmi? Bəli. Qoşma sözü həm də zərf kimi işlənə bilir. Deməli, mən biri yaza bildim bura. Bir olmayanları istəsəz çıxdaş eləyə bilərik. Bütün məqamlarda sinonimi ilə əvəz oluna bilər. Sinonimi ilə əvəz oluna bilər, bütün məqamlarda yox. Sinonimlərdən əvəz oluna bilməzlər. Elə ki sözünüdür ki, belə ki, çox vaxt elə ki işlənir. Belə ki, çox az variantlarda biz görürük. Bütün variantlarda elə sözü işlənə bilməz. Elə məhz, əsl. Bütün variantlarda işlənə bilmirlər. Sonra da bəzi variantlarda bir çoxunda işlənə bilər. Çünki zaman məzmununda işlənə bilər, amma sonra bildirir. Məsələn, sonra başqadır. Bütün variantlarda əvvəldir, sonradır, qabaqdır. Bunlar eyni zaman məzmununa aid çalar bildirən qoşmalardır əslində. Zaman bildirən qoşmalardır. Əvvəllə sonra bir-birlərinin əvəz eləyə bilməzlər. Elə bir şey yoxdur. Yəni, fərqlidirlər çünki. İkini çıxdaş elədim, biri götürmüşdük. Müstəqil suala malik deyil. Bəli, müstəqil suala malik deyirlər. Bəli. Elənin ümumiyyətlə sualı yoxdur. Kinin sualı yoxdur. Sonranın da müstəqil sualı yoxdur. Burada tamaşadan sonra, yəni qoşma aid olduğu sözlə bir yerdə gedir təhlildə. Yəqin ki, onu bilirik. Burada 3-ü götürmək olarmı? Olar. Yazdım bura. Aid olduğu sözlə birlikdə cümlə özü olur. Bayaq dedim, sonra daha doğrusu tamaşadan sonra bir yerdə olur. Ancaq qoşmaya aiddir. Ədat və bağlayıcıya aid deyil. Yəni elə ilə kiyə aid deyil. 4-ü çıxdaş elədim. Sonra gəldik nəyə? Əslində burada 2-ni də çıxdaş eləmişdim. Variantımız alınır, amma yenə də biri qalıb zaten. Həmişə eyni məna bildirir. Məsələsi səhvdir. Cavabımız olacaqdır deməli 1 və 3 A variantı olacaq cavabımız.
Gəldik 11-ci testə. 11-ci testdə uşaqlar deməli deyir ki, cümlədə hansı sözlər arasında tabesizlik əlaqəsi yoxdur. Tabesizlik əlaqəsi üzr istəyirəm, tabelik əlaqəsi yoxdur. Tabelik əlaqəsi bilirik biz uzlaşma, idarə və yanaşma əlaqələri var. Bu əlaqələrdən əslində söhbət gedir. Cümlə belədir. Rəssam gənc tələbəsini düşündükcə keçmişini təkrar-təkrar həvəslə xatırlayırdı. Gəlin burada variantların üzərindən gedək. Ən yaxşısı, variantların üzərində getmək ən yaxşıdır. Deməli, burada 2 ilə 6-nı verib birinci, buna baxırıq. Tələbəsini həvəslə. Bu heç məna cəhətdən də uyğunlaşmır. Tabelik əlaqəsi əslində burada yoxdur. Bunu götürə bilərəm. Tabelik əlaqəsi burada yoxdur. Götürə bilərəmmi? Bəli, götürə bilərəm bunu. Sonra 5-7-yə baxıram. Təkrar-təkrar xatırlayırdı. Tamam, bu uyğundur. Amma yəni tabelik əlaqəsi var. Bunu çıxdaş elədim. Mənə deyir, yoxdur. Mən yoxa görə davranmalıyam. Dairədəkilər yox olacaq da, belə deyək. B variantına baxıram. Deməli, burada deyir ki, 1-5-ə baxıram. Gənc təkrar-təkrar. Fikir verdiniz, bunun arasında heç məna əlaqəsi də yoxdur. Nəinki tabelik əlaqəsi. 1-5-i götür. 6-7-yə həvəslə xatırlayırdı, amma var. Mənə bu lazım deyildi zaten. Ona görə də 6-7-yə görə çıxdaş elədim bunu. C-yə baxıram. 1-2 gənc tələbəsini gənc tələbə olaraq burada götürmək olar. Ona görə də bu mənə lazım deyil. Yəni tabelik əlaqəsi var. Gənc tələbəsini yanaşma əlaqəsi var. Bunu götürmək olmaz. Nəyə görə? Çünki yoxdur deyir. Elə x qoydumsa bunu çıxdaş elədim. Getdi. 4-7-də keçmişini xatırlayırdı. Nəyi? Keçmişini. Tamam, burada var idi. Amma zaten 1-2-də yox idi. Gəldik 3-7-yə. 3-7-də deyir ki, 3-7-də düşündükcə xatırlayırdı. Burada tabelik əlaqəsi var. Varsa mən bunu çıxdaş elədim, getdi. Mənə deyir ki, yoxdur. 4-5-də keçmişini təkrar-təkrar. Bu heç burada da yoxdur heç. Burada da yoxdur. Daha doğrusu yoxdursa bunu götürürüm. Bu şeydir, dairə var, dairə yoxdur xatırladır bizə. Deməli E variantı 1-3 deməli deyir, gənc düşündükcə. Gənc düşündükcəyə aid deyil burada. Gənc tələbəyə aiddir. Tələbəni izah edən sözdür. Gənc tələbəsini onu izah edir. Morfologiyatdan onu izah edir. Burada əslində bunların arasında yoxdur. Bunu götürdüm. 2-5-ə baxıram. Tələbəsini təkrar-təkrar. Ümumiyyətlə, məna əlaqəsi də yoxdur. Bunu da götürdüm. Dairələdiklərimi götürdüm. Cavabım olacaqdır 11-ci testdə E variantı. Cümlələrin birində 12-ci testdə deyir ki, həmci sözlərin hamısı söz birləşmələrlə ifadə olunmuşdur. Gəlin sintaks təhlilə gedək, baxaq görək bu testdə nə olacaq cavabımız. Deməli, Simuzər şəhərdəki hündür binaları və yeni tikililəri bir-bir qardaşına göstərdi. Göstərən kimdir? Simuzərdir. Simuzər göstəribdir nəyi? Binaları, nəyi? Tikililəri. Burada yeni sözü və hündür sözü həmcis deyirlər. Hündür binaya aiddir, yeni tikiliyə aiddir. Burada binaları ilə tikililəri həmcinsdilər. Binaları və tikililəri burada sözdür. Bizə nə deyir? Söz birləşmələri. Anı çıxdaş elədim. Burada hamını məsuliyyətlə işləyəni də kimi, tənbəllik edəni kimi tanıyırlar. Necə nə tərzdə? Yaxşı. Baxaq burada məsuliyyətlə işləyən söz birləşməsidir. Tamam. Amma tənbəllik edən söz birləşməsi deyil. Fikir verək. İki sözdən ibarət, yəni et feilindən sözə qoşularaq mürəkkəb feil yaratdığı bir mürəkkəb sözdür. Mürəkkəb sözlər bir söz hesab olunur da, düzdür, bu söz birləşməsi deyil. Yəqin ki, biz bunları bilirik. B variantını çıxdaş elədim. C variantına baxaq. Bura təzə gələndə hələ heç nədən xəbərim olmayanda da belə düşünürdüm. Düşünürdüm ki, mən yoxdur. Nə zaman belə düşünürdüm? Bura təzə gələndə belə düşünürdüm. Hələ heç nədən xəbərim olmayanda belə düşünürdüm. Burada yəqin ki, zaman zərfliklərini gördük. Həmçinin zaman zərfliklərin söz birləşməsini ifadə olublarmı? Bəli. Hər ikisi də feili bağlama tərkibinə, yəni feili birləşmələrlə ifadə olunublar. Variantım C variantıdır. D variantına baxırıq. Pambıq əkən kəndli də, neft çıxaran fəhlə də, kim kəndli, kim fəhlə.
həmcins mübtədalardır və sözdən ibarətdir. Çıxdım. Söz birləşməsi lazımdır bizə. Anlayan da, başa düşməyən də, başa düşməyən frazeoloji birləşmə bir söz gedir. Kim anlayan bir sözdür. Həmcins olsalar da yenə də bir sözdən ibarətdirlər. Cavabımız C variantı. Gəldik 13-cü testə. Dövrün tələbinə uyğun olaraq tikinti quraşdırma işləri təkmilləşdirilməlidir cümləsindəki təsriflənən feil haqqında düzgün fikirləri deyir. Təsriflənən feil hansıdır? Təkmilləşdirilməlidir. Təkmil sözün köküdür. Təkmillə sözü yoxdur. Təkmilləş, təkmilləşdirmək, təkmilləşdirilmək, məli, vacibdir, şəxs sonluğu. Deməli, burada birinciyə baxırıq uşaqlar. Bizə düzgün fikir lazımdır. Biz ancaq təkmilləşdirilməlidir feilin üzərindən gedəcək. Yəni, təsriflənən feilin üzərindən gedəcək. Birincidə deyir ki, dir, il, qrammatik növ şəkilçiləridir. Qrammatik növ şəkilçiləridir məsələsi burada yanlışdır. Nəyə görə? İl bəli, amma dir xeyr. Nəyə görə? Çünki elə bir şey yaranır ki, burada dir sanki burada icbarın şəkilçisidir. Xeyr. Biz diri bilirik ki, həm icbar növ yaradır, həm də feildən feil yaradır. Burada sadəcə feildən feil yaradıbdır. Təkmilləşmək, nə etmək? Çünki təsirsizdən yanar. Bu bir. İkinci, indi təsirə keçmirik. Təbii. İkinci, təkmilləşdir. Burada ikinci subyekt işi görmür. Birinci subyektin əlindən. Deyirəm ki, təkmilləşdirdim, sən get təkmilləşdir və s. Yəni, burada icbar növlük bir məna çıxmır. Ona görə də biri çıxdaş eləyirəm. Feildən yaranmışdır. Bəli. Necə baxırıq biz bunun feildən yaranmasına uşaqlar? Ən axırıncı leksik şəkilçi hansı hissəyə artırılıb? Təkmilləşdirmə hissəsinə, düzdür. Təkmilləşdir hansının ilk hissəsidir? Feildir, düzdür. İl artırılıb feilin üzərinə deməli. Deməli, feildən yaranıbdır. İkini götürdüm. Kökü isimdir. Təkmil sözü sifətdir. Bax, bu kök var ha. Bu sifətdir. Bu feil deyil. Üzr istəyirəm, isim deyil. Üçü çıxdaş elədim, ikini götürmüşəm. Leksik və qrammatik şəkilçilərin sayı fərqlidir. Ləş deyir, il. Leksikdir, məlidir, qrammatikdir, düzdür. İnkarı iki yolla düzələ bilər. Biz bilirik ki, vacib şəklin inkarı bir deyil hissəci ilə düzəlir. Bir də ma inkarlıq şəkilçisi ilə düzəlir. Bu da düzdür. Cavabımız 2, 4, 5 olacaq. 14-cü testə baxırıq uşaqlar. 14-cü testdə deyir ki, cümlələrin birində yol verilmiş orfoqrafik səhv mənsubiyyət şəkilçisinin işlənməsi ilə bağlıdır. A-da deyir ki, tarixi mənbələrimizdə də bu qalanın adı tez-tez çəkilir. Mənbələrimizdə. Burada n-nın m olaraq yazılması sadəcə olaraq bir orfoqrafik səhvdir və bilə-bilə o səhv yazılıbdır. Yəni, mənsubiyyət şəkilçisinə əlaqəsi yoxdur. A variantını çıxdaş elədim. İndi bizim mühit i ilə yazılmalıdır. Daha zəngin və genişdir. Burada mühit sözünün imizlə əlaqəsi, yəni mənsubiyyətlə əlaqəsi yoxdur. Sadəcə olaraq bilə-bilə bu testdə bu yanlış yazılıbdır. Nəyə görə mənsubiyyət? İndi sonda cavabı tapanda onu ümumi olaraq deyəcəm, nədən söhbət gedir. Bizim məhəlləmiz şəhərin görməli yerindədir. Bizim məhəlləmiz şəhərin görməli yerindədir. Burada yoxdur. Burada r buraxılıbdır. Sadəcə burada da səhv yazılıb sadəcə söz. Çünki yerindədir, di olaraq tələffüzdə deyilir. D variantı. Könlümdən keçənləri gözlərimdən, könlümdən keçənləri gözlərimdən oxuyurdu. Burada d, l da əslində. Burada da mənsubiyyətlə əlaqəsi yoxdur. E-yə baxırıq. Məlumdur ki, beynimizdəki hüceyrələrin hamısı istifadə edilmir. Uşaqlar, burada beynimizdəki sözdür. Niyə? Buradakı imizi görürük, yəqin ki, mənsubiyyətdir. Əslində, beyindir, burundur, alındır, boyundur. Bu tipli sözlərə mənsubiyyət artıranda bu i düşməlidir. Düşməyib, fikir verirsinizsə. Düşməyibsə, bu artıq orfoqrafik səhv hesab olunur. E variantı cavabımız olur. Yəqin ki, bildiniz. Bu ikihecalı, bayaq dedim ki, deyəcəm, ikihecalı isimlərlə bağlı olan bir testdə əslində bəzi ikihecalı isimlər vardır ki, onlara yalnız mənsubiyyət artıranda
İkinci saat düşürdü. Burada isə düşməyibdir. Cavabımız olacaq 14E variantı. 15'e baxırıq. 15'də deyir ki, yola gətirmə frazeoloji birləşməsi ilə bağlı düzgün olmayan fikirləri müəyyənləşdirin. Düzgün olmayan deyir bizə. Tərəfləri ayrı-ayrılıqda dəyişməklə yeni frazeoloji birləşmə düzəltmək olar. Yola gətirmək, yola salmaq, misal üçün ikinci tərəfə əvəz elədim. Birinci tərəfi də əvəz eləyirəm, başa gətirmək. Bir işi başa gətirmək, yəni sonlandırmaq. Əvəz elədim, bu düzgündür. Birləri çıxdaş eləyirəm həmən buradan. Mənası razılığını almaq deməkdir. Razılığını almaq deməkdir. Bu da düzgündür. Mənası yola gətirmək. Bir adam yola gətirsən, razılığını alırsan, məna olaraq ha. Diqqətli olaq, mənası razılığını almaq deməkdir. İkini də çıxdaş elədim. Bu düzgün olandır, bizə olmayan deyir. 2 yoxdur zaten digərlərində. Sinonimi ürəyini yumuşatmaq deməkdir. Sinonimi bəli, yola gətirmək, birini ürəyini yumuşatmaq, kiminsə ürəyini yumuşatmaq. Ürəyi yumuşanda razılığa gəlir. Bu ikisində də mənalar demək olar ki, yəni eynidir. Yəni sinonimlərdə zaten eyni məna, yaxın məna olur. Bu da düzgündür. Üçü də çıxdaş eləyə bilsəm, bilirəm. E variantı cavabımız qalır. Antonimi dilə tutmaq deyil, yola gətirmək başqa şeydir, dilə tutmaq başqa şeydir. Sonra 4'ü götürdüm, düzgün olmayan deyirdi. Frazeoloji amonim kimi də işlədilə bilir. Frazeoloji amonim kimi işlədilə bilməz. Dilə tutmaq əslində elə razılığını almaq, daha doğrusu yola gətirməklə sinonim olaraq işlədilə bilər. Dilə tutmaq birini, şirin dilə tutmaq, yola gətirmək. Ona görə də frazeoloji amonim kimi işlənə bilir. Bu da səhvdir. Amonim kimi işlənə bilməz. Cavabımız olacaq 4-5E variantı. Sonra deməli altından xətt çəkilmiş söz çıxarılsa cümlənin xəbəri ayrılıqdadır. Burada uşaqların çoxsu çaşa bilərlər. Ayrılıqda deyir burada. Açar söz əslində budur. Feilin 2 qrammatik məna növü kimi düşünülə bilər. Burada sadəcə olaraq elə xəbərlərə baxsaq əslində bəs eləyir. Deyirəm ki, xeyli keçəndən sonra hava açıldı. Burada ayrılıqda deyir çıxarılsa, bu çıxarılsa tutaq ki cümlədən. Açıldı sözü həm məhsul növü olaraq, həm də qayıdış növü olaraq düşünülə bilər. Misal üçün, hava açılır, bu qayıdışdır. Qapı açıldı, bu məhsuldur. Əslində 2 qrammatik məna növündə düşünülə bilir. A variantıdır, variantımız digərlərinə baxaq. Kitab bir müddət sonra yenidən oxundu. Kitabı çıxardıram, oxundu zaten burada məhsul növdə ilə oxundu, məhsul növdə də qalır. Yəni kimsə tərəfindən oxunubdur. Qarı yenə də acı, zaten ayrılıqda bizə deyir. Sözü götürüb ayrılıqda işlətməliyik. Qarı yenə də acı deyinirdi. Çıxarda bilərsən, yenə də deyinmək, yəni işi öz üzərində icra edir. Yenə də ayrılıqda baxırıq. Bir cürə olur, ancaq qayıdış. Növ kimi olacaq. Kərim 3 gün əvvəl idmana yazılmışdı. Kərim yazılmışdı. Burada da bir cür olacaqdı. Sonra Samir o biri otağa keçib yuyundu. Samir o biri otağa keçib yuyundu. Artıq burada Samir yuyunursa, burada da qayıdış növündən söhbət gedir. İşi öz üzərində görəcək. Variantımız olacaq 16A variantı. Nöqtələrin yerinə hansı söz əlavə olunsa, altından xətt çəkilmiş söz hökmən cəm şəkilçisi qəbul etməlidir. Bu bildiyimiz əslində qaydaların üzərindəndir. Burada bir sıra, bir çox sözləri var. Yazılsa bura binalar olmalıdır. Niyə? Çünki qeyri-müəyyən miqdar saylardır. Bunlardan sonra gələn isimlər həmişə cəmdə olur. Cəmdə olacaqdır, cəmdə. Bir də burada uşaqlar təkrar olunan sifətlərdən sonra gələn isimlər mütləq şəkildə cəmdə olmalıdır. Uca-uca binalar, hündür-hündür binalar, geniş-geniş dağlar, geniş-geniş yollar, hündür-hündür, uca-uca binalar, dağlar və s. Yəni bunlardan sonra gələn isimlər mütləq şəkildə cəmdə olmalıdır. 3'ü də götürürəm. 2, 3, 6 olar cavabımız. Burada elə bir variant E variantı. Sonra gəldik 18'ə. 18'də deyir ki, çərçivə daxilində verilmiş ifadələrlə bağlı doğru fikirləri müəyyən edin. Bizimlə birlikdə gələn gənc müğənnini tanıdı. Bu iki cür düşünülə bilər. Tanıdı ki,
Mənimlə birlikdə gələn. Kimi tanıdı müğənnini? Hansı müğənnini? Gənc müğənnini. Bir də bu cür olur. Tanıdı yuxarıdan verirəm ikinci deməli sxemi. Tanıdı kim? Gənc. Hansı gənc? Mənimlə birlikdə gələn gənc. Kimi tanıdı? Müğənnini yenə tanıyıbdır. Biz bu cür təhlillərindən sonra doğru fikirləri artıq biz buradan götürə bilərik, tapa bilərik. Yəni deməli həm mübtəda, həm də təyin kimi düşünülə bilər. Altına xətt çəkilmiş söz, daha doğrusu tərcümədə verilmiş söz. Bəli, fikir verirsə mübtəda kimi də düşünülə bilər, təyin kimi də düşünülə bilər. Deməli, mən biri götürdüm. Müxtəlif suallara cavab verə bilər. Bəli, kim və hansı suallarına, necə sualına cavab verə bilər, götürdüm. Bir-iki cavabım olacaq, elə bir cavab var. Yalnız söz birləşməsinin asıl tərəfi kimi çıxış edə bilər. Xeyr, əsas tərəfi kimi də çıxış edə bilər söz birləşməsinin. Xəbərlə sintaktik əlaqə girə bilməz, girə bilər. Niyə girmir? Mənimlə birlikdə gələn tanıdı, uzlaşma əlaqəsindədir. Mənimlə birlikdə gələn gənc, burada da yanaşma əlaqəsindədir. Niyə girmir sintaktik əlaqəyə? Girə bilər. 3 ilə 4 yanlışdır, 1-2 cavabımız. 19-a baxaq. 19-a baxırıq. 19-da deyir ki, cümlələrdə hansı üsluba aid nümunə yoxdur? Deyir, aşkar edilmiş və ya tapılmış dəfinələr dövlətə təhvil verilməlidir. Burada bir rəsmiyyət var. Rəsmi, işgüzar. Rəsmi, işgüzar, üslub. Üslub deyirəm mən buna. Günəşin, yəni bu eyni yazaq bura. Günəşin zərrin şəfəqləri kəndin üzərində əsrarəngiz görüntü yaratmışdı. Burada bir obrazlıq var. Fikir verirsinizsə, bu bədii üslub olacaqdır. Yəni B variantı. Feilin qrammatik məna növləri subyektlə obyektin qarşılıqlı əlaqəsini əks etdirir. Bu bir elmi üslubdur. D variantını yazdım 3-cü fikrə. Bu yaxınlarda Türkiyə və Azərbaycan birlikdə hərbi təlimlər keçiriləcək. Bu sanki bir xəbər spikeridir, aparıcısıdır. Bu bir olacaq publisistik üslub. Burada məişət üslubuna aid yəni nümunə yoxdur. A variantı məişət üslubu olacaq burada. 20-ci test. 20-ci test də böyük testdir. 20-ci test. 20-ci testdə deyir ki, hansı bənddə nümunələrin hər ikisində altından xətt çəkilmiş ifadələr bütövlükdə bir cümlə üzvüdür. Səbirli ol, ümumiyyətlə sona qədər oxumaq lazımdır ki, baxasınız orada söz birləşməsidirmi, ya yox. Ya bunun üzərindən getmək lazımdır. Ada deyir ki, hər bir xalq ədəbiyyatı ilə tanınır. Bax, fikir verin, hər bir xalq ədəbiyyatı ilə tanınır. Ayrıldı. Ayrıldısa bütöv bir cümlə üzvü deyil. Amma ikinci cümlə deyir ki, xalq ədəbiyyatı maraqlı və əhəmiyyətli ideyalarla zəngindir. Burada artıq ikinci növ isim birləşmə olaraq götürüləcək. Bir yerdə yəni. A-da birinci cümlədə ayrıldığına görə A-nı çıxdaş elədim. B-yə baxırıq. Bu ev müzeyi xatırladır. Bu ev, nə ev ayrıcana, nəyi, müzeyi, hansı ev, bu ev xatırladır, nədir, xatırladır. Bu ayrıldı. Ayrıldısa biz bunu çıxdaş elədik. C-də deyir ki, incəsənət adamları daha zərif, qəlbli və incəsənət adamları daha zərif qəlbli və incə ruhlu edir. Nə incəsənət? Ayrıldı. Kimi adamları? Gördünüz, ayrıldı. Burada bizə deyir, bütövlükdə bir cümlə üzvüdür. D-də deyir ki, qonşu bu deməli cümlə, bu cümlənin üzərindən test salıblar. İsimdə halların içərisində var. Qonşu paxıl olmazsa, bax, çəpəri neylər? Bax, fikir ver, bağın çəpəri deyil ha burada. İkinci növ deyil. Qonşu paxıl olmazsa, bax, ayrıcana bax. Çəpəri deyil, neyinir? Qonşuna gəl, paxıl deyilsə. Bağ ayrı şəkildə burada isim daha mübtəda olaraq götürüləcək, isim olaraq götürüləcəkdir. Yəni adlı haldadır. Çəpəri nəyi? Çəpəri burada təsirli haldadır. Ayrıldığına görə D-ni də çıxdaş elədim. E variantına baxaq. Bu mənə bir çiçək ətrini xatırlatdı. Çiçək ətrini nəyi? Bax, ikinci növ isim birləşmə. Bu çiçək ətrindən insanlarda allergik simptomlar müşahidə edilə bilər çiçək ətrindən. İkinci növ isim birləşmədir. Ayrılmırlar hər ikisi də. E variantı olacaqdır variantımız. 21-də deyir ki, uşaqlar, hansı cümlədə kimsə əvəzliyi heç kim əvəzliyinin sinonim kimi işlənib?
işlənib deyir 21-də. Baxırıq, deyir ki, kimsə atlanıb yola düşdü. Bu cür olmaz, heç kim atlanıb yola düşdü. Əvəz eləyə bilməz. Düzdürmü? B-də deyir ki, kimsə çatmamışdı bu qədər vara. Əvəz eləyə bilər, eləyək baxaq. Deyir ki, heç kim çatmamışdı bu qədər vara. Bəli, inkar olaraq, yəni inkarda verilə bilər. Heç kim formasında, yəni əvəz eləyə bilər. Kimsə, C-də deyir ki, kimsə onun müdafiə etməyə cəsarət etdi. Kimsə, yəni kimsə hər anlamındadır. Yəni burada inkar verilə bilməz. Heç kim onun müdafiə etməyə cəsarət etdi olmaz. Uyğun gəlmir ümumiyyətlə. C-ni də çıxdaş elədi. At kişnədi. Kimsə darvazaya yaxınlaşdı. Heç kim darvazaya yaxınlaşdı olmaz da. Düzdür. D variantı burada çıxdaş olundu. Kimsə bir-birinə zid xəbərlər yayırdı. Heç kim bir-birinə zid xəbərlər yayırdı. Mənasız bir cümlədir. B variantımız doğrudur. Cümlələrin birində 22-də deyir ki, ədəbi dilin hər üç norması pozulmuşdur. Baxaq görək. Emosional danışdıqda gözləri önündə bir sıra xatirə görünürdü. Emosional danışdıqda gözləri önündə bir sıradan sonra, bir sıra bayaq testdə var, bir sıra bir çoxdan sonra gələn isimlər lərdə olar. Deməli, emosional burada bir fonetik norma var. Bir sıra xatirələr. Burada bir qrammatik norma var. Lər işlənməyibdir. Qrammatik norma var. Şəkilçi yerində işlənməyibdir. Xatirələr görünməz. Xatirələr canlanar. Canlanırdı. Elə burada da nə var? Leksik norma var. Çünki leksik norma nə idi? Söz düzgün yerində işlədilmir. Sözün canlanırdı sözün yerinə nə işlənibdir burada? Görünürdü. Səhv işlənibdir. A variantımız əslində düzgündür. Evladlardan biri deyəsən axşam gec gəlmişdi evə. Burada bir inversiya var. Özdə evlad olmaz, övlad olar burada. Burada bir fonetik norma var, bir qrammatik norma var. 2 dənədir. Cızmaqaraların cızmaqara defislə yazılacaqdı. Bir fonetik norma var. Yığıb ocağa atdı və özü də tamaşasına durdu. Jurnalist fonetik normada ona yaxınlaşıb nə barədəsə mübahisə götürmək, mübahisə yox, müsahibədir bu. Bu da səhvdir, leksik norma işlənib burada. Burada bir fonetik norma var idi. Bizə üçün deyir də, ədəbinin hər üç norması, yəni fonetik, leksik, qrammatik. Oğlun yaxşı bütöv nəslə başucalığı edər. Oğlun yaxşısı bütün nəslə başucalığı gətirər. Yəqin ki, o cür olar. Leksik norma pozulub burada. Hər üç normanın pozulduğu A variantı olacaq. 23-cü test. Artıq burada qapalılar bitdi, keçirik açıqlara. 23-cü testdə deyir ki, hansı cümlələrdə isimdən düzəldilmiş sifət işlənmişdir? İsimdən düzəldilmiş sifət deyir. Birinci sifətlərə baxaq görə isimdən düzəlib yox. Nadir 2 il əvvəl Mərdəkanda sürücülük kursunda oxumuşdu. Burada ümumiyyətlə sifət yoxdur. Mənə deyir ki, isimdən düzəlmiş sifət. Mən sifət axtarıram ki, bu isimdən düzəlsin. Biri çıxdaş elədim. Oğlunun düşüncəsiz hərəkəti atanı yaman çətin vəziyyətə salmışdı. Düşüncəsiz burada var. Siz burada leksik şəkilçidir. Düşünmək sözün köküdür. C-də isim düzəldib. Bax, fikir verin. Düşüncəsiz sifətdir. Bu sifət düzəldən şəkilçi nəyin üzərinə artırılıb? Düşüncənin. Düşüncə sözü nədir? Hansının hissəsidir? Yəni isimdir. Burada isimlə düzəlmiş sifət deyil. 2-ni götürdüm. Vaqif uşaqlıqdan heyrətləndirici istedada malik idi. Heyrətləndirici necə? İdi şəkilçisi var. Heyrətləndirmək var. Heyrətləndir. Bax, bu feildən yaranıb. Dir varsa artıq burada nəyə getdi? Feilə getdi. Yaxşı, bu feildən yaranıb. Bu mənə lazımdırmı? Əlbəttə ki, lazım deyil. 4-cü, bu məsələni əlaqədar təşkilatlar qarşısında qaldırmaq lazımdır. Əlaqədar hansıdır? Burada qeyri-məhsuldar şəkilçi sifət. Əlaqə nədir bəs? İsimdir. Götürmək olarmı? Niyə götürməyək? Götürdük. Çünki isimdən düzəlmiş sifət hesab olunur. Gərgin. Burada bir gərgin var.
sifətdir. Amma gərmək feilindən yaranıbdır burada. Buna diqqətli olmaq lazımdır. İşdən sonra namünasib. Münasib sifətdir. Na da sifətdən yaranıb burada. Burada gördən görüş isim bu bizə lazım deyil. Zaten cavabımız olacaqdır 2 və 4. 24-də baxırıq. 24-də deyir ki, uşaqlar, deməli, hansı cümlələrdə bütün sözlər orfoqrafik cəhətdən düzgün yazılmışdır? Düzgün yazılmışdır. Xidmət səviyyəsinin yüksəldilməsinə servis mərkəzlərindən başlanmalıdır. Servis Z olan bu qab-qacaqdır. Servis, qab-qacaq deyək də biz buna, qacaq, o komplekt olur bir yerdə, ümumi qab-qacaq. Bu əslində cümlənin düzgün qurmaq üçün servis deməlidir. Servis mərkəzlərindən başlanmalıdır. Bir düzgün yazılmayıb. Səbr elə halva bişər, ey qora səndən, bəsləsən atlas olar tut yarpağından. Burada atlas sözü səhvdir. Atlas xərtələr toplusudur. Deyir ki, səbr elə, halva bişər, ey qora. Qora bu çal üzümə deyirlər. Deyir, ey qora, çal üzüm. Deyir, səndən deyir, halva bişər, səbr elə. Bəsləsən, atlas olar, xərtələr toplusu olar, tut yarpağından. Düzündə gəlmir axı heç. Burada atlaz olar, parça növü. Tut yarpağından atlaz olar. Baramaqurdan ipək falan hazırlanır. Yəqin ki, onu bilirik. Ona görə burada da səhvdir. Tiflisdə nəşr olunan bir qəzetdə Türk mətbuatının ziddinə bir böyük kampaniya açılmışdı. Buradakı kampaniya, bəli, düzgün yazılıbdır. Kompaniya başqa bir sözdür. Yəqin ki, bilirsiniz, dilimizdə o kompaniya da var, kampaniya da var. Amma kampaniya nəsə bir şeyi başlatmaq anlamında, məsəl üçün, endirim kampaniyaları falan, eyni rakurslardır. Bunlar eyni sözdür əslində, eyni mahiyyət daşıyan sözlərdir. Burada düzdür. Bir dənə bu səhv anlaşıla bilər. Bu da düzdür. Aynən yazılmalıdır. Aynən yazılıbdır birinci saiti. 4-də deyir ki, əsilsiz söz sahibinə üz qarası gətirər. Əsilsiz yox, əsil, yəni əsli kökü olan, olmayan daha doğrusu. Əsilsiz o deməkdir. Əsil sözü burada düzgün yazılıb. Söz sahibinə üz qarası gətirir. 3-ü yer yemişin götürmüşdük. Burada düzgün yazılıbdır. Əsilsiz söz sahibinə üz qarası gətirər. 4-ü də düzgün götürdük. 5-ə baxırıq. İnsanlar arasındakı doğmalığa ən böyük zərbəni qəlb münasibətlər vurur. Burada düzgündür bütün sözlər. Bir dənə qəlb sözü burada qarışdırıla bilir uşaqlar arasında. Qəlb sözü saxta münasibət. Saxta mənasında işlənir. Qəlb sözü, qəlb pul deyirik, misal üçün, saxta pul. Burada 5-i də götürmək olar. Çünki düzdür. 3, 4 və 5. Burada 5-i də götürmək mümkündür. Sonra gəldik 25-ə. 25-də deyək ki, hansı cümlədə qoşmanın çıxarılması cümlənin sintaktik təhlilinə təsir etməz. Bir də deyir ki, bütün vəziyyətlərdə qaya kimi möhkəm dururdu. Necə nə tərzdə dururdu? Qaya kimi. Bax, zərflikdir. Kimini çıxarsam, olacaq qaya. Nə qaya? Gördünüz? Dəyişildi. 1-7. Təsir etməz deyir, çıxarsam. Tələbələr də bu saf, səmimi və fədakar adama qarşı dərin bir hörmət bəsləyirlər. Kimə qarşı? Adama qarşı. Kimə? Adama. Kimə qarşı? Qarşını buradan yazım ki, altından xətt çəkib izah edə bilim. Adama qarşı, kimə qarşı? Qarşını çıxarsam yenə kimə? Adama. Tamamlığı da yenə də tamamlıq oldu. 2, yəni düzgündür. Çünki burada deyir, təsir etməz. 2-ni götürdüm. 3-də deyir ki, maraqlı səyahət zamanı qatarımız arzuladığımız şəhərə doğru getdi. Şəhərə doğru, haraya getdi? Zərflik, yer zərfliyi. Buradan doğrunu çıxartdım. Haraya? Şəhərə. Haraya getdi? Şəhərə. Yenə də qaldı eyni. 3-ü də götürürəm, çünki təsir eləmir. Qoşmanı çıxardanda. Müəllimlərə sənədləri poçtla göndərdilər. Göndərdilər nəyi sənədləri? Hansı sənədləri? Müəllimlərə aid sənədləri.
Nə ilə? Poçla. Mən buradan aidi çıxarsam, aid burada qoşulmaz. Aidi çıxarsam, bu cür olacaqdı. Çıxartdım. Sənədləri göndərirlər kimə? Müəllimlərə. Bayaq təyin idi, indi də oldu nə? Tamamlıq. Deməli, bu təsir eləyir. Müəssisənin rəhbərinə görə hamı razılığını bildirdi. Razılığını bildirdi. Kim? Hamı. Nə səbəbə görə? Müəssisənin rəhbərinə görə. Üzr istəyirəm. Müəssisənin rəhbərinə görə. Səbəb zərfliyi. Görəni çıxarsam, kimə razılığını bildirdi hamı? Müəssisənin rəhbərinə. Tamamlıq oldu. Zərflik döndü oldu. Tamamlıq görəni çıxardıqdan sonra. Deməli, burada da təsir elədi. Cavabımız olacaq 2 və 3. Gəldik uşaqlar 26-ya. 26-da budaq baş sxeminə aid olan mürəkkəb cümlələri bizdən istəyir. Aşağıda açıq sualın içərisində deyir, şəhərə yenicə çatmışdı ki, yağış kəsdi. Baxın, burada ki ilə bağlanıb tamam, amma yenicə sözü var axı burada. Artıq zaman məzmunu bildirdiyinə görə bu tabeli mürəkkəb cümlə ki işlənən cümləni biz budaq qəbul edirik. Birinci cümlə budaq cümlədir. İkinci cümlə baş cümlədir. Götürürəmmi? Bəli, götürürəm. Biri nəzərə aldım, biri götürdüm. Yəni buradan yazaq. Elə aşağıdan da yaza bilərik. Buradan götürdüm. Sonra deyirəm ki, bu zaman elə hadisə baş verdi ki, hamı susub qaldı. Bu ikinci cümlədə ki ilə bağlanıbdır. Amma burada zaman məzmunu yoxdur. Həm də yenicə, indicə sözlərini artıda bilmirəm. Birinci baş cümlədir. İkinci budaq cümlə olacaq. 3də deyirəm, bilirsənmi ki, hamı sənin şücaətindən danışır? Şöyle baxın, mi ilə bağlanan cümlələrə iki cür yanaşmaq lazımdır. Niyə? Ümumiyyətlə mi olan cümlələrə daha doğrusu belə deyək. Çünki əgər mi sual intonasiyasını saxlayırsa üzərində, o artıq bağlayıcı vasitə deyil və onun işləndiyi cümlə baş cümlədir. Yaxşı. Ki ilə bağlanıbdır, tamam. Amma burada bir mi sual ədatı da var. İndi mən bunu baş götürüm, yoxsa budaq. Əgər sual intonasiyasını özündə saxlayıbsa, artıq bu baş cümlədən söhbət gedir. Yəqin ki, başa düşdünüz. Bilirsənmi sual intonasiyası mi bildirməməlidir. Misal üçün deyirəm ki, gəldi mi, gedəcək. Yaxşı, oxudu mu, biləcək. Misal üçün. Bunlarda mi bağlayıcı vasitə hesab olunur. Burada olacaqdır baş cümlə birinci, budaq cümlə ikinci. Hərçənd qorxurdu, hərçəndi gördümsə qeyd şərtsiz 4-ü də götürdüm mən burada. Nəyə görə? Çünki hərçənd işlənib. Çünki güzəşt bağlayıcıları birinci cümlənin tərkibində işlənəndə birinci cümlə budaq cümlədir. Hara gedirsən, göz oxşayan mənzərələrə hara gedirsən, göz oxşayan mənzərələrə haranı gördümsə götürdüm. Çünki bağlayıcı sözdür. Budaq cümlə birinci, baş cümlə ikinci işlənəcək. Deməli 1, 4 və 5-i götürdük. Budaqları da budaqların birinci işləndi. Yəqin ki, bildiniz. Sonra gəldik 27-yə. Gəldik burada uşaqlar 27-də deyir ki, Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. İstedadla yazılan hər bir kitab maraqla oxunurdu. Düzəltmədir deyir, uyğunluğu deyir bizə uşaqlar. Düzəltmədir, kök kəşil çəyərək yazılan oxunurdu. Yazılanda ıl şəkilçisi, növ şəkilçisi, oxunanda n şəkilçisi, yəni ının idi. Bu yaddan çıxartmaq olmaz, bu ının nıyısıdır. N yazılır, mötəzədə n yazılır, saitlə bitən. Oxu saitlə bitir axı, n formasında artırılıbdır. Bax bu, n formasında artırılıbdır. Deməli, düzəltmədir. Hər ikisi düzəltmədir. Görürsünüz ki, hər ikisi düzəltmədir. A-nı yazdım 3-ə. B-yə baxırıq. Məhsul növdədirmi? Yazılan, oxunurdu, bəli. İstedadla yazılan, oxunan kitab. Hər bir kitab. Kitab oxunur, kitab yazılır. Bu hər ikisi məhsuldurmu? Bəli, hər ikisi məhsul növdə olacaqdır. Düzdür. Il var, n var burada da. C-yə baxırıq. İndiki zamandadır. İndiki zamanda ır, ir, ur, ür var burada. Bunu aid eləyəcəyik biz. Deməli ikinciyə. C-ni aid eləyəcəyik biz ikinciyə. Bu sizi çaşdırmasına. Burada an, ən indiki zaman məzmunudur. İndiki zaman məzmunu başqa şeydir.
məzmun bildirmə aparır. Amma indiki zaman şəkilçisi başqa bir şeydir. Yəni, orada diqqətli olmaq lazımdır, əgər qarışdırırsınızsa. Tərsiflənməyəndir. Tərsiflənməyəndir, əlbəttə ki, ən feili sifətdir. 1-ə yazırıq. Xəbər şəklindədir. Bu tərsiflənməyəndirsə 1-ə yazılmaz zaten. Gəldik 2-yə baxırıq. Oxunurdu. Zaten uru varsa hansı şəkildədir? Xəbər şəklindədir. Aid olacaqdır 2-yə. 1, D, 2, C, E, 3, A, B şəklində olacaq. Deməli, uşaqlar, burada bizə situasiya testlərdə təqdim ediblər. Bilirsiniz ki, blok suallarında Azərbaycan dili və ədəbiyyatda son 3 sual, yəni 28, 29, 30-cu suallar situasiya tipli olur. Azərbaycan dilində 9 bal verir, təxminən 9.1 deyək buna. Ədəbiyyatda isə 6, 6.1 bu cür ballar verilir. Bu cür qiymətləndirilir. Deməli, mətni diqqətlə oxuyun. 28-30-cu tapşırıqları mətn əsasında cavablandırın deyir. Birinci mətni oxuyaq. Eyni səs tərkibinə malik sözlərin və ya söz birləşmələrinin müxtəlif mənalarının qarşılaşdırılması kalambur adlanır. Sözlərdən belə istifadə dilin məişət və bədii üslubuna xasdır. Əslində kalambur şəxs adı olmuşdur. Polşa sarayında yaşayan Alman baronu von Kalamberg fransız dilini pis bilirdi. Onun səhv, dolaşıq tələffüz tərzi gülüşə səbəb olurdu. Bu vəziyyətlə əlaqədar yaranan zarafatlar tezliklə saraya yayılır. Sonralar Fransaya da gedib çatır. Həmin yolla əmələ gələn lətifə və rəvayətlər kalambur adlanmağa başlayır. 28-ci testdə deyir ki, situasiya testində deyir ki, mətndə leksik normanın pozulduğu cümləni müəyyən edin və düzəliş etməklə yenidən yazın. Cümlənin mətndəki variantı, cümlənin düzəliş edilmiş variantı. Burada oxuyanda fikir verirsən zaten. Burada yəni ümumiyyətlə bir mətni, bir testi, bir cümləni oxuyanda mütləq şəkildə hansı fən olmasından asılı olmayaraq mütləq şəkildə intonasiyanı oxumaq lazımdır ki, o səhvlikləri və s. tuta biləsən. Hər şeyi tutmaq olur intonasiyanı oxuyanda. Burada cavab əslində burada bir cümlə var, belə bir cümlə var. Həmin yolla əmələ gələn lətifə və rəvayətlər kalambur adlanmağa başlayır. Bax, həmin yolla əmələ gəlmək sözü, əmələ gəlməsi, bu düzgün kontekstdə düzgün söz deyil. Lətifə və rəvayətlər əmələ gəlməz. Lətifə və rəvayət yarana bilər, meydana çıxa bilər, meydana gələ bilər və s. Yarana bilər. Biz cümlənin mətndəki variantını, yəni bunu da yazmıram, yazırıq. Ora düzgün variantını isə sağ tərəfə yazırıq. Misal üçün, biz burada nəyi dəyişdirəcəyik? Yaranan, əmələ gələni yaranan əvəz eləyəcək yazacaq. Kalambur adlanmağa başlayıb. Lətifə və rəvayətlər kalambur adlanmağa başlayıb. Yaranan yaza bilərik. Yaranan. Yəni bu söz dəyişilməlidir. Çünki lətifə və rəvayət əmələ gəlməz, yaranar. 29-cu testə baxırıq. 29-cu testdə deyir ki, bu asandır. Mətnə görə bir Alman baronunun fransız dilini pis bilməsi nə ilə nəticələndi? Fikrinizi deyir, əsaslandırın. Bax, burada deyir ki, von Kalamberg fransız dilini pis bilirdi. Onun səhv dolaşıq tələffüz tərzi gülüşə səbəb olurdu. Mətndə də göstərildiyi kimi, von Kalamberg adlı Alman alimi fransız dilini pis bildiyi üçün, onun bu danışığı nəticəsində dolaşıq tələffüz tərzi gülüşə çevrilməyə başladı. Sonra lətifə və rəvayətlər kalambur adlanmağa başladı. Fransaya qədər gelib çıxdı bunun bu pis fransız dilini danışma məsələsi, tezliklə zarafatların yaranmasına gətirib çıxartdı və s. Yəni bu cür cavablarla biz bunu cavablandıra bilərik. Asandır. 30-cu testdə deyir ki, mətn iki hissəyə ayrılsa, ikinci hissə hansı cümlə ilə başlayır? Baxaq. Burada deyir ki, eyni səs tərkibinə malik olan sözlərin və söz birləşmələrinin müxtəlif mənalarının qarşılaşdırılması kalambur adlanır. Sözlərdən belə istifadə dilin məişət və bədii üslubuna xasdır.
Bax, burada əslində kalambur şərt başqa bir mövzuya keçir sanki. Düz deyək, ümumi mövzu eynidir. Başqa bir mövzunun içərisinə adlayır. Deyir ki, bax görürsən, deyir ki, dilin məişət və üslubuna xasdır. Sonra deyir ki, əslində kalambur şəxs adı olubdur. Əslində sözü ilə başlayan deməli cümlə növbəti abzasdan əslində buradan verilməlidir. Əslində kalambur, artıq kalamburdan danışır. Birincidə, yəni giriş hissədə, birinci, ikinci cümlələrdə, girişdə ümumi bu kalambur nədir? Ondan söhbət eləyir. Kalamburun dilin məişət üslubuna xas olmasından. Sonra deyir ki, kalamburu nə ilənsə əlaqələndirəcək. Kalambur nəyə görə kalambur adlanıbdır? Şəxs adı olubdur, sonradan başlayır. Yəni əslində sözü ilə verilməlidir növbəti abzas.